eləməlisən. Yeni tərtib edilən sual bizdən nə istəyir? Yeni tərtib edilən sual şagirdə fikrini söyləyəndən sonra əsaslandırmağı istəyir. Tənqidi yanaşmağını istəyir. Yəni biz bir fikir söyləyirik. Tutaq ki, deyirik ki, yeni sual necə idi? Uniformalar məktəblərdə tətbiq edilməlidirmi? Və ya başqa bir sual da qoya bilərik. İnternet bizə nə dərəcədə üstünlük verir və ya mənfi cəhətlər nədir? Və yaxud da ki, məsələn, telefonlar qadağan edilməlidirmi? Çünki bəzi ölkələrdə telefonlar ləğv olunub. Fikri söyləyirik, fikri söyləyəndən sonra onu əsaslandırırıq. Burada Ləman xanım, bizim sualımız hazırdır. Deyək ki, konkret nümunə ilə danışaq. Mobil telefonlar məktəblərdə ləğv edilməlidirmi? Birinci, şagird. Bunu yaxından çəkirsən, Ləman xanım. Fikrini ifadə edir. Məsələn, deyir ki, mənim şəxsi fikrimdir. Öz fikrini söyləyirəm. Telefonlar ləğv edilməlidir. Çünki istər-istəməz şagirdi yayındırır. Yəni biz özümüz də giririk, bir vacib bir məsələ olur da. Giririk, o məsələni həll etmək əvəzinə WhatsAppda mesajlar çıxır. 2 dənə WhatsApp, oradan Instagramdan çıxırsan TikTok'a. Bir deyirsən ki, 1 saat, 2 saat keçib, yorğun hal, artıq işdə qalıb kənarda. Mən fikrimi söylədim. Yəni buna görə telefon ləğv edilməlidir. Və dediyim fikrimi səbəblərlə izah edirəm. Niyə belə düşündüyümü sübut edirəm. Fikrimə misal, səbəb, izahlar verirəm. Okey, izahatı verəndən sonra digər tərəfin, qarşı tərəfin də fikri var. Tənqidi yanaşma. Məsələn, qarşı tərəf deyir ki, xeyr, telefon xeyirli bir şeydir. Məsələn, mən evdə otura-otura təhsil alıram, telefon vasitəsilə, onlayn olaraq. Telefonun üstünlükləri var mənim üçün, əlaqə yaradıram tez-tez və s. və s. Qarşı tərəfin tənqidi fikrini də eşidəndən sonra və biz yekun bir nəticə veririk ki, bütün bu məsələlərin yekun nəticəsi olaraq, yəni üstünlüyü ilə çatışmazlığı arasında fərqi müəyyənləşdirərək yekun nəticə gəlirəm ki, telefonlar məktəbdə ləğv edilməlidir. Bu şagirdin təfəkkürünü, dərk etməsini ortaya qoyur. Qalan yerdə məsələlər isə söz ehtiyatıdır, sözlərin, cümlələrin məntiqi olaraq bir-birindən ardıcıllığıdır, müəyyən ifadələrin, bağlayıcıların işlədilməsi də, bu isə bunun texniki tərəfidir. Bildin? Yəni bizim kitabımızdan, Məhəmməd müəllimə artıq kitab məsələsini 2018-ci ildə həll eləmişik. Yeni mənfilər də var, düzdür. Amma bizim kitablarımız ölkədə bir nömrəli kitablardır. Bu kitabda elə 1000 dənə sual var. Buradan bizim kitabların reklama ehtiyacı yoxdur. Bu kitabımızda 1000 sual var. Yəni ölkədə ilk dinləmə oxu testlərinin olduğu kimi bu kitabda da var və bu 6-7-də də var. Bu kitablarda olan suallardan istifadə edə bilərsiniz.